Həmişə dediyim sözdür. Hər şey insanın daxilindədir. İnsan hara getsə, ora özünü daşıyır və əsas məsələ insanın aurasıdır. Yəni hansı enerjini daşıdığı və ətrafa yansıtdığıdır və evin aurası da insanın aurasından asılıdır. Yəni bir evə girirsən, ora görürsən ki, şatafatlı, yəni hər cür şəraiti var, hər cür bərbəzəkli, amma insan özünü tikan üstü oturan kimi hiss edir. Amma bir evə girsən, başına sadə, heç bir şey, yəni adicə bir evdir, amma oradan çıxmaq istəmirsən. Çünki o evə, o insanların aurası yansıdıb. İndiki dövrdə əgər evində də sən özünə rahatlıq, yəni evində də gələndə, yəni evinə gəlmək istəmirsənsə, məsələn, ev odur ki, sən ora tələsirsən, orada rahat olursan, orada enerji yığırsan və bu evin də ən belə deyək də relaks yeri hamamdır. Yəni hamam ən bahalı da yerdir, amma o bahalılığına görə dəyər. Amma bahalı deyəndə ora bahalı şeylər yox, praktik şeylər alıb sənin rahatlığın, yəni sən ora girəndə elə bil ki, bütün hər şeyini atıb bir meditasiya keçmiş kimi hiss edirsən. Ona görə də əzizlərim, elə evlər var ki, orada kebab yeyirsən, nuş olmur. Elə yer var ki, sadəcə qayğanaq yeyirsən, nuş da olur, hələ oradan tuş da olur.